Cümlə aləm özü Allahdır şahım. Aləm zərrələrdən ibarətdir. Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var. Əskərin gücü qılıncda yox, əqidədə olmalıdır şahım. Onların etiqadları Qur'anadır. Qur'ansa deyir, insan zəif və aciz xəlq olub. Taleyi alnına yazılıb. Yəni öz iradəsi yoxdur. Heç bir şeyə qadir deyil. Bəlaya düşər olan insan bir Allaha pənah gətirməli və yalnız onun kəramətindən imdad gözləməlidir. Həqiqət isə belədir ki, Adəm din kitablarının yazılmasından çox qədimlərdə mövcud olmuş həmin xaliq zərrələrin məcmunundan yaranıb. İnsan özü xaliqdir. Amma cəhalət üzündən bunu bilmir. Elmə vaqif olub, öz xilqətini dərk edənlər deyirlər, Haqq Taala insanoğlu özüdür. Həqiqət! Belə insan yenilməzdir. İnsanı etiqad et şahım. Xilasımız bundadır. Dünyanı cəhalətdən qurtarmaq üçün. Dünya üzərində hökmranlıq, dünyanı dərk etmək yolu ilə əldə edilə bilər. Dünyanın idraki isə cismilərin xilqətinin öyrənilməsindən başlanır. Hər şey, cənnət də, cəhənnəm də bu dünyadadır. Qiyamət günü və ölülərin dirilməsi barədə iddialar uydurmadır. Bizə görə isə gözəllik dünyanın özündə və insandadır. Kamil bədən və mənalı sifət səcdəyə layiqdir. Həqiqi sevgi günah deyil. Sevən bahadır günah haqqında fikirləşirsə, deməli işləri körləyir. Əqli ehtirasına qalib gələn adam mələk misaldır. Ehtirasları əqlinə qalib gələnlər isə vəhşidirlər. İnsan müdam kamilləşir. Əql ilə ehtirasının vəhdəti yaranır. Belə bir insan təsadüfi və müvəqqəti əyləncələrə uymur. Sevəndə bütün varlığı ilə və həmişəlik sevir.